Hər vaxtınız xeyirli olsun. Masazır dairəsinə çatmamış Bakı-Sumqayıt yolunun üzərində belə bir 3 sotda 5 otaqlı Euro təmirli həyət evi çəkib göstərirəm. Sənəd küçə çıxarışdan mülkiyyətdir. Baxın, bu evin ön hissəsini göstərim. Bu maşın yanan yerlər də bu evə aiddir. Sadəcə darvaza oradan olmalıdır. Oradan qoymayıb. Burada yəni bu evi alanın olacaq. Evin xarici görünüşü belə, dəyərli izləyicilər. 3 sot torpaq sahəsi var. Həyət yanı sahənin işıqlandırılması görürsünüz. Hər sütunda demək olar ki, lampalardan istifadə olunub. Deməli, hasarların altı belə karkaz betondur, hörmətli izləyicilər. Evin birinci mərtəbəsi beton, ikinci mərtəbəsi beton və mərtəbənin yekununda ara divarlar daxil olmaqla hər birinə beton kəmər atılıb. Çox keyfiyyətlə inşa olunmuş bir evdir. Həyət yanı sahəni gördünüz. Əlavə şərhəməcə ehtiyac yoxdur. Qaz, su, işığı fasiləsizdir, mərkəz kanalizasiya var. Bir daha belə baxaq. Deməli, ərazini sizə tam olaraq izah edəcəm. Şəhər istiqamətindən gəldikdə Xırdalan dairəsini keçdikdən sonra yerüstü keçid var. Yerüstü keçiddən sağa dönürsünüz, elə Trabzon düz üzərindədir. Düz Bakı-Sumqayıt yolunun üzərindədir bu ev. Deməli, dəyərli izləyicilər, giriş isə bu qaydadadır. Kermogranit gördüyünüz hər bir yer istipoldur. İkinci mərtəbə qalxan pilləkən, pilləkənin alt hissəsində kollektor sistemi yığılıb. Qiymətini nəzərinizə çatdırım. 165 min manatdan təklif olunur evin qiyməti. Real alıcılarla təbii ki, razılaşma mümkündür. İstənilən notariat kontorunda asan xidmət mərkəzinə alqı-satqı etmək olar. Baxın, spodlardan da istifadə olunub hər biri. Deməli, işlək vəziyyətdədir. Ümumi nəsə nasazlıq oldu. İşıqlar söndü, işıqları yandırmışdıq. Baxın, buraya evin zal hissəsidir. Bütünlüklə istipoldu, o cümlədən paralel olaraq radiator xəttdə çəkilib. Birinci və ikinci mərtəbə monolit beton və ikinci mərtəbənin yekununda beton kəmər atılıb. Belə bir gözəl, zövqlə təmir olunmuş bir evdir. Daha sonra bu mərtəbədə yerləşir. Deməli, evin mətbəx sahəsi, belə bir mətbəx sahəsi. Dörd tərəfdən də hərəkət eləmək mümkündür, evin sağına, soluna, arxasına. Bura ilk mərtəbənin yataq otağıdır. Qonaqlar üçün, yaşlı şəxslər üçün nəzərdə tutulub. Evin arxa tərəfinə də keçid qoyulub. Bu hissəni də sizə göstərim. Baxın, belə bir geniş sahə mövcuddur. Daha sonra sanuzellə mən sizə tanış edeyim. Bütünlüklə kermogranitli gördünüz. Sənədi küçə çıxarışdan mülkiyyətdir. Quşqabinə üçün də yer ayrılıb burada. Qalxaq ikinci mərtəbə ilə tanış edeyim. Çox bəyəndiyim təmirdir bu. Çox bəyəndiyim təmirdir həqiqətən də. Geniş həyət yanı sahəsi ilə birlikdə full təmirli bir evdir. Qalxaq ikinci mərtəbə. İkinci mərtəbədə pilləkənin işıqlandırılmasına tutmuş bütün xırda nüanslara fikir verilib. Buradan eyvana çıxış var. Ətraf tamamilə yaşayışlı hündür evlərdən ibarətdir. Görün, buradan Bakı-Sumqayıt yolunu sizə göstərim. Baxın, belə bir eyvan sahəsi. Dəyərli izləyicilər, baxın, bu evin qarşısı Bakı-Sumqayıt yolu. Buradan yol görsənmir, ev tutub. Bu evin qarşısı Bakı-Sumqayıt yolu. Deməli, burada da ikinci mərtəbədə Euro təmirdir. Burada 3 yataq otağı yerləşir. Belə bir böyük yataq otağı ailə üçün nəzərdə tutmuş. Bütün otaqlarda kondisioner və televizyon xətti çəkilib. Burada növbəti belə bir böyük yataq otağı evin. Deməli, 830-un 11-ə ölçülərindədir. 180 kvadrat metrli bir evdir. Belə bir yataq otağı burada da. Deməli, radiator xətləri çəkilib hazır vəziyyətdədir. Evin start qiyməti 165 min manatdır. Real alıcılarla razılaşma mümkündür. Bütün lazım məlumatları nəzərinizə çatdırdım. Evimizə baxış keçirmək üçün mənimlə əlaqə saxlamağı unutmayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.